70 yaşlı pensiyaçı bir kişi bir gün evlenmek fikrine düşür. Arvada deyir ki, ben yeniden evlenmek istəyirəm. Arvad da öz əri için güzel, cavan bir kız tapıb onu evlendirir. Bunlar üçü bir yerde hoş firavan məsud yaşayırlarmış. Bir gün bu təzə gəlin əvvəlki arvadı qısqandırmaq üçün buna deyir ki, mən gözələm, cavanam, sən heç mi məni qısqanmırsan ərinə? Arvad da hərif arvad olub, gülümsəyərək buna deyir ki, ey mənim yavrum, mən ərimin saçının parıltısını, cibinin şıkkıltısını, qəlbinin tıkkıltısını, ayakkabısının parıltısını yaşadım. Sənə isə gözünün hırıltısı, damağının şakkıltısı, gecəsinin xorultusu qalıb. Bunun mən sənə nəyin qısqanacam? İndi söz deməmişdən qabaq gərək fikirləşəsən ki, insana hansı cavabı verə bilərlər. Sağ olun diqqətinizə görə.